Salam, hər vaxtınız xeyir olsun. Biz Sanuz elimizin və sanitar qovşağının gördüyünüz kimi sökmüşük. Hazırdır. Buranın çəkilişi var idi. Çəkmişdim. İzləməyi unutmayın ki, izləyib görə biləsiniz. Burada nə iş görülüb, nə edib. Bizə divar içi unitazımız bu divardaydı. Gördüyünüz kimi soyuq suyu da buradadır. Heç nəyi sökməmişəm. Bunları göstərmək istəyirdim ki, dedim baxasınız ki, yəni görün nə cür iş görüblər. İnşallah bunu sökürük, biz işləyirik. İşləyəndən sonra çəkiliş eləyib bu videonun ardına yükləniləcəkdir və etap-etap baxın, görün nə iş görülür. Bax, burada gördüyünüz kimi, görün nə işlər görüblər. Görün, neçə dənə muftadan istifadə edilər. Burada nəyə lazımdır mufta? 1, 2, 3, 4. Bunu bütün boru ilə verin, geçsin də. Bu nədir belə işləyiblər? Bir, ikincisi də ki, bunu görürsünüz. Bax, bu buradan gəlib yuxarı getməməlidir. Yuxarı gedən təpə düşününki budur. Bu hissədir. Bu isə burada qalır. Divarçı simistət edilən 20 santim aşağıda olur. Da belə yox, gör belə olmaz. Orada da mufta, bütün əyri, müyrü, nə cür gəldi. İş görüblər budur. Buna baxın. Bütün sökürünün hamısını söküb. Lərv edəcəm, geçsin. Bax, buradan çəkirəm. Gör, muftanı, traniki nə gündə, nə cür paykalayıblar. Deyilməyəcək dərəcədə. Buna bax, buradan tok çəkirlər. Buna bax. Çəlin işıqdır. Bunu kəsə buranın işığı yanaqlar. Keçək o birisi tərəfdə çəkilişi verirlər. Ümumiyyətcə, buranın bu evi pis günə qoyublar. Yəni, remontuna qədər, hər bir şeyinə qədər. Bax, görürsünüz, buna baxın. Görün nə gündə iş görüblər. Pis günlər, buna bax. Buradan belə çəkildir. Bütün, daha nə bilim, hamısı söküləcək olsun. Buna bax, bütün əyri, müyrü, nəfər gəldi, işləyiblər. Bu təpə düşü varsa, bunu bura çəkməyə ehtiyac deyil. Bu aşağıda olmalıdır. Başa düşdünüz, eləncin olmalıdır. Burada da ki, onu deyim. Bu divarçı unitazımızın soyuq suyunda baçoka dolan. İndi bax, oradan baxın, görün simisti teldə hansı tərəfə qoşun. İsti suyun yerinə qoşubdur. Burada məsələn, soyuq su tərəfə açırsan, isti gəlir. İsti tərəfə də açırsan, soyuq gəlir. Yerini bax, buradan bir dənə zəhmət olmasa baxın. Bax, burayla gör, gəlib para qoşulur. Bax, bu boruya qoşulur. Bu tərsinə yığıbdır. İndi bunu pozur olsa söhbət yox. Təmiz dağılır, sökür, tərzən çəkəcək. Traniki zadda buna bax, vurduğu paykıca da bax. Gör, nə gündə işləyiblər. Çox bərbad halda işləyiblər. İndi biz işə start veririk, başlayırıq Allahın köməyindən. İndi dağılmış, təmiz qurtarıbdır, bütöv sökülüb eləyir. İndi isə montaj işinə başlayırıq. Montaj çəkildikcə də çəkiliş eləyəcəm, onda baxarsınız. Hələlik bu qədər, sağ olun. Biz yeni sistemimizi çəkdik, qurtardıq əzizləyicilər. Burada köhnə sistemi idi. Gördüyünüz kimi orada videoda var. İzləyin, görərsiniz və görürsünüz. Çəkiliş bu qaydadadır. Yəni Murad, çəkilişi elə nə cürdür. Bax, bu bizim duşumuzdur. Burada vanna olacaqdır. Bu bizim divarçı unitazdır. Və görürsünüz. Çəkiliş bu qaydadadır. Köhnə çəkilişə də baxarsınız. Yeni çəkilişə də baxarsınız. Gördüyünüz kimi bax, bu qaydada çəkilibdir. Bax, görürsünüz necə. Buradan kanalizasiyanın xətti getdiyinə görə, bax, bu hissədən. Ona görə, bax, bu belə olmalıdır bu qaydada. Çünki borunun, belə desək, üstündən keçməsin də, bax, bu qaydada rahat olsun. İndi isə
Bax bu belə deyil əzizləyicilər. Bunun divarçı unitazımızı bərkidəcək boltumuz boy vermədi. Köhnə yerindən kəsilən boltdur deyə boy vermədi. Bunun yenisini alıb bərkidəcək. O birisi tərəfdəki yeri bərkitmişik. Bir dənə bunun divar qalıbdır. Ona da bərkidəcək inşallah. Bax buradakı divarla bərabər olacaq. Alçıpanla bağlanacaq. Bura qabağa gələcək. Ona görə də bax bu qaydada olacaq. Divarçı simsli telimiz. İndi isə buradan kəsilib doğranan materiallarımız budur, köhnələr. Və indi isə bizim kəsilən rekorların içəri hissəsinə baxaq. Görün nə gündə iş görüblər, baxın. Budur, baxın, bax, yığıntı buna bax, bax, görsən, bax, gör nələr tökülür içindən. Buna bax. Bax, bu yığıntı görsən, bax, əyri eliflər deyə paykanın ağzını yığdıqlarına görə yığıntı baş veribdir. Bax, görürsünüz. Bax, hamısı bunlar. Bax, bax, görsən, əyri vurulub. İçərisinə bax, gör içərisi nə gündədir. Buna bax, hamısı yəni bu gündədir. Hasını göstərim mən. Buna bax, gör nə gündədir. Gör nə iş görüblər. Tranika baxın. Buna bax. Buna bax, gör hamısını. Da birini də hasını göstərəsən, buna bax, gör nə qədərdir, buna. Bütün hamısını demək olar ki, pis günə qoyublar, buna bax, tranika bax, buna bax, bütün hamısını, budur, bax, buna bax, görün nə gündədir, buna bax, baxın, bax, görün, bütün içərisində, bütün nə var, hamısını pis gündə, utka, budur, gör utkanı, buna bax, görün utkanın içərisini nə günə qoyublar. Buna bax, yığıntı. Bu da bizim muftamızdır. Görürsünüz. Bax, müştərilər deyirlər ki, ay usta deyir, biraz qiymətli ucuz elə. Budur, bax, görsən, qiymətli ucuz işin aqibəti budur, bax. Satılmış işin axırda keyfiyyəti budur, bax. İçərdən görünür, pis gündədir, təmiz, bərbad gündədir. Buna bax. Hamısı da buraya gör nə qədər, hamısını kəsib, yığıb, doğrayıb tökmüşük bura. İndi isə gəl bu birisini də çəkək. Çox deyil, amma gör nə qədərdir yerdə. Budur. Bu da var, orada da kəsib doğramışıq. Bütün hamısını kəsib yığmışıq. Kanalizasiya xəttləri budur. Hamısını kəsib yığmışıq. Budur, ziyan. Hamısı da özə bahalı materialda, amma deyil. Təmiz türk malda, amma gör nə gündə çəkiblər. Budur, bu da bizim ikinci sanuzelimiz və sanitar qovşağı. Görürsünüz, baxın. Çəkiliş belə olar, əzizləyicilər. İndi köhnəsinə də baxın, yeniyə də baxın. Görün, hansı yaxşıdır, səlqəlidir. Və heç hardan da damcı da buraxa bilməz. Görürsünüz, bax, gör nə tür çək. Bax, çəkiliş belə olar, əzizləyicilər. Bu unitazımız bərkitmişik, bunu tam bərkitmişik. Görürsünüz. Neynəsən də bu tərpənə bilməz. Bu möhkəmdir, moşnudur. Burada, bax, orada duş kabin olacaq. Divar qabağa gələcək. Bununla bərabər divarçı simsli telimizdə onunla bərabər. Burada isə moydadır olacaqdır. Bu divarda. Dizayn dəyişir. İndi inşallah bundan sonra yer izolateksi olacaq. Ondan sonra istipolumuz çəkiləcəkdir. Istipol da çəkiləndə onun da çəkilişini eləyəcəm. Axırda baxarsınız. Çünki hamısının mən o köhnənin də çəkilişini eləmişəm. Yeninin də çəkilişini eləyəcəm ki, baxasınız fərqi hansı yaxşıdır, hansı pisdir. Onda kommentariyada rəylərinizi gözləyəcəm. Bax, budur. Görürsünüz, bax, işi görəndə belə görərlər. Səlqəli və heç nəyə maneçilik törətmədim. Bura görürsünüz, bax, bizim bu hissəmiz, bizim istipol çəkilən yer hamısı boş qalır. Qəşəng rahat da istipolu çəkəcəm. İndi bu tok xətti heç, tok xətti çıxacaq buradan. Bu çərmin işığıdır, görün də nə gündə çəkiblər. Bu elektriklərdir, yəni bu işini təmiz görmək lazımdır. Saxtakarlıq eləmək lazım deyil. Bir gün, 2 gün gec qutar, amma işini səlqəli gör.
Görürsünüz, hamısının mən yerini saxlamışam burada. İndi kanalizasiya xəttini də çəkəndə onun da mən yerini şeyləyəcəm, hazırlayacağım. Hələlik bu qədər əzizləyicilər. İnşallah kanalizasiyanı da çəkəndən sonra onun da çəkilişini edəcəm. Ona da baxarsınız. Videonu izləməkdə qalın. Onda görün işlərimiz necə gedir. Oldu. Hələlik bu qədər. O birisilər də çəkir, onu da paylaşalım. Biz kanalizasiya xəttimizi də qurtardıq əzizləyicilər. Gördüyünüz kimi budur. Yığılış bu qaydada olmalıdır. Sıfırdan hamısını çər tərəfdədir. Oradan hardasa bir 50 santim çərdədir. Bax, bu bizim burada duş kabini olacaq. 45 dərəcə ona baxır. Burada trap olacaqdır. Ona qoyulubdur. Bu isə bizim yüzün 45 dərəcəsidir. Gördüyünüz kimi divar üçün ünitaza qoyulub. Yığılış bu cür olmalıdır. Bax. İndi o birisi yığılışa da baxarsınız. Buna da. Bu da bizim BD-nin trapıdır. O da 45 dərəcədir, tranik. Və gedir burada sonu moydadurdur. Bunlar indi gipslənəcək. İndi hələ boşdur da. Bunlar hamısı tərəzlənib gipslənəcək. İndi bura isə bizim boş qaldı. Buradakı burada moydadurumuz bu qədər qabağa gəlir. Bax, bu qapı səviyyəsindən. Duş kabina da bu boyda. Qalan hissə bizdə istipol olacaqdır. İnşallah istipolda olanda onun da çəkilişini eləyib paylaşacağım. Baxarsınız. Yəni o deyirlər belə, ona inanmayın elə. Elə ustalar çoxdur, o qədər dırnaq arası ustalar çoxdur. Satılmış işlərdir, pis günə qoyurlar, nə bilim. Başı çıxmayandır, yalanla danışırlar, o qədərdir. TikTok doludur elə santexnik ustaları. Kimə lazım oldu, sırazı girir, gətirir evində pis günə qoydurur. Sonra da kəlli təpəsinə döyür. İndi gedək o pis tərəfə baxalım. Bütün bu boyda material hamısı zay olub, tökülüb yerə. 2 dəfə xərç yox, 3 dəfə xərç çəkilir. Budur, bu da bir sanuzelimiz və sanitar qovşağı. Və gördüyünüz kimi yığılışa baxın, görün necə yığılır. Bu bizim paltar yuyandan gələndi, bu da mətbəxdən gələndi. Bax, yığılış belə olmalıdır. İndi bu görün nə vaxt tutula bilər və yaxud bunda problem yaşana bilər, qeyri-mümkündür. Görürsünüz, bax bu hissəni də sırf 90-dan vermədim. Mətbəxdən gəldiyinə görə 2 dənə 45 dərəcə qoymuşam. Suyun axımına görə ipilüsdə təmizlənəndə tros salınanda rahat boru ilə geçsin, gəlsin. Bu da bizim vannanın yeridir. Burada vanna olacaqdır. Və o da bizim gördüyünüz kimi bax boşulması necədir. Açıq aydın çək, qoy görsünlər. İkinci çəkiliş nə cür olmalıdır. Yoxsa o qədər usta var, bu dəqiqə doludur. TikTokda o qədərdir ki, girirsən da 1-2-dir. Qabandan 1000 dənəsi çıxır. Burada da bax görürsünüz. Burada birbaşa 45 dərəcə kalenə birləşir. Burada 45 dərəcə bu tərəfə boy vermədiyinə görə 2.45 qoyub divarın dibindən geçsin deyirəm. Bax bu qaydada. Görürsünüz. Bax bu cür olmalıdır. Çəkiliş. Yəni bunda bu çəkilişdə qeyri-mümkündür ki, nəsə bir tutulma ola, problem ola, elə şey qətiyyən ola bilməz. Qeyri-mümkündür. Bu xəttdə nə qədər işlənirsən işlət. Bu dəqiqə təzyiq var. Binada da ki, yəni aşağısı 4-5 atmosfer təzyiq olur. Xəttimizin hamısına təzyiq vurmuşuq. Bir damcı da deyəsən axıntı yoxdur. Bütün hamısını rekordlara qədər hamısını söküb təzə qoymuşam, təzədən yığmışam. Materialda Türk istehsalıdır. Nenəsə ki, Made in Türkiyə. Görürsünüz bax. Yəni ki, bütün hamısı bunların yüksək səviyyədə işlənib. İndi özünüz də baxanda görərsiniz ki, nə cür iş gedib burada. Yalanla mən deməklə, tərifləməklə deyil, siz özünüz görəndə görərsiniz ki, həqiqətən də yəni iş necə gedib, işin gedişatı necə olubdur. Yəni bunda heç hava ömür boyu bu xəttdə tutula bilməz. Qeyri-mümkündür. Bunları da bərkidəcəm, bunu da hələ boş qoymuşam. Bu botlar alınıb, hamısı bərkidiləcəkdir. Bir dənə bu qalıb, o birisi bərkidilib tutarıbdır. İndi bir dənə qalıb bizim stepolumuz. İnşallah stepolu da izolator ekstra vursunlar, eləsinlər, qurusun. Ondan sonra
Stepolun peynaplası var, altlığı almışıq. Onu döşüyüb və ondan sonra stepolumuzu da çəkirik. Ondan da bizim işimiz tamamlanır. Buradakı bütün bura qədər alçıpan olacaq. Düz bundan bərabər. Bunda qabağına alçıpan vurulanda bir sloy alçıpan yox, 2 dənə üst-üstə alçıpan olmalıdır ki, yaxşı möhkəm olsun. Hələlik bu qədər əzizləyicilər. İnşallah növbəti videolarımız olacaq. Abunə olmağı unutmayın, like verməyi unutmayın və komentaryalarda da şərtlərinizi gözləyəcəm. İnşallah Allahın köməkliyindən yeni videolarımız olacaqdır. Çəkiliş edib paylaşacağım. Sizlər də abunə olmağı unutmayın. Sağ olun, hələlik bu qədər.